Hər kəsə salam, bugünkü təhlilimizə xoş gəlmisiniz. Baxın, gəlin dərhal mətləbə keçək. Bir anlıq düşünün. Bugün səhər yuxudan oyananda ilk işiniz nə oldu? Gözünüzü açan kimi telefona uzandınız, yoxsa birbaşa duşa girdiniz? Bəs heç avtomobili sürərkən və ya işə gedərkən yolun necə gəlib çatdığınızı xatırlamadığınız anlar olub? Məncə, hamımızda olub. Budur bizim gündəlik həyatımızın ən böyük paradoksu. Biz günümüzün çox böyük bir hissəsini sözün əsl mənasında tam avtopilot rejimində yaşayırıq. Bəli, demək olar ki, əksər hərəkətlərimizi heç fərqində belə olmadan sadəcə avtomatik edirik. Bəs niyə belədir? Niyə biz hər gün eyni o zərərli vərdikləri israrla təkrarlayırıq? Niyə bəzən fərqində belə olmadan əlimiz o şirniyyətə gedir, ya da o qədər vacib işimiz ola-ola saatlarla sosial şəbəkələrdə vaxt öldürürük? Sonra da təbii ki, oturub özümüzü qınayırıq. Amma gəlin sizə bir sirr açım. Tam səmimi deyirəm, bu sizin şəxsi zəifliyiniz, hansısa əxlaqi çatışmazlığınız və ya iradəsizliyiniz falan deyil. Xeyr, bu əslində beynimizin çox dərinlərə kök salmış, necə deyərlər, mükəmməl neyrobiyoloji bir dizaynıdır. Sadəcə olaraq beynimiz enerjiyə qənaət etməyə proqramlaşıb. Bütün məsələ elə budur. Odur ki, bugün biz birlikdə bu mürəkkəb proqramlaşdırmanın şifrəsini sındıracağıq. Planımız belədir. Əvvəlcə fundamental olan vərdiş döngüsünü öyrənəcəyik. Sonra beynin neyrobiyoloji vərdiş mexanizminə nəzər salacağıq. Daha sonra vərdişləri dəyişmək üçün praktik çərçivəni müzakirə edəcəyik. Və ən sonda həlledici vərdişlər və iradə gücü mövzusuna toxunacağıq. Yaxşı başlayaq. Beləliklə, keçək birinci hissəyə. Vərdiş döngüsü, işarə, rejim və mükafat. Deməli, Massachusetts Texnologiya İnstitutunun, yəni qısaca MIT tədqiqatçıları çox maraqlı bir şey kəşf ediblər. Hər bir vərdişin əsasında çox sadə bir neyroloji döngü dayanır. Özü də bu döngü cəmi 3 hissədən ibarətdir. Birincisi işarədir, yəni beyni avtomatik rejimə keçirən o tətikləyici amil. İkincisi rejimdir, bu həyata keçirdiyimiz fiziki, zehni və ya emosional hərəkətin məhz özüdür. Və üçüncüsü mükafat, yəni hərəkətin sonunda əldə etdiyimiz o həss hissi. Məsələn, təsəvvür edin, günorta saat 3-dür və qan şəkərinizin düşdüyünü hiss edirsiniz. Bax, bu işarədir. Masadan qalxıb şokolad yeməyi sizin rejiminizdir. Ondan sonra dərhal gələn o ləzzət və enerji isə sizin mükafatınızdır. Beyin bu mükafatı o qədər bəyənir ki, bu döngünü davamlı olaraq təkrar etmək istəyir. İndi isə gəlin biraz daha dərinə gedək və kapotun altına baxaq. İkinci hissə, beynin neyrobiyoloji vərdiş mexanizmi. İşin ən heyrətamiz tərəfi nədir bilirsiniz? Beynimizin iki fərqli hissəsi arasındakı o qeyri-adi iş bölgüsü. Bir tərəfdə prefrontal korteks var, digər tərəfdə isə bazal qanqlionlar. Prefrontal korteks, necə deyərlər, bizim şuurlu pilotumuzdur. Qərarları o verir, müsbət-mənfi tərəfləri ölçüb biçir, amma bunu edərkən çox böyük enerji xərcləyir. Digər tərəfdə isə bizim əsl avtopilotumuz olan bazal qanqlionlar var. Bir hərəkət təkrarlana vərdişə çevrildikcə, inanın, nəzarət hərfi mənada prefrontal korteksdən bazal qanqlionlara keçir. Yəni, şuurlu pilotunuz idarə etməni tamamilə o yorulmaq bilməyən avtopilota təhvil verir. Bəs bu bazal qanqlionlar tam olaraq nədir? Bu, beynin düz dərinliyində yerləşən, öyrənilmiş fəaliyyətləri avtomatlaşdıran kiçik, amma həqiqətən də çox güclü bir mərkəzdir. Tədqiqatlar sübut edir ki, bazal qanqlionlar idarəni ələ aldıqca prefrontal korteksdəki zehni fəaliyyət faktiki olaraq kəskin azalır. Beynimiz o kognitiv yükü azaltmaq, yəni enerjiyə qənaət etmək üçün fəaliyyəti avtomatlaşdırmalıdır. Baxın, bu bizi inanılmaz dərəcədə səmərəli edir. Yəni, düşünün, eyni anda həm velosiped sürüb, həm də ətrafı izləyə bilirik. Amma eyni zamanda beynimizi dəyişikliklərə qarşı çox ciddi müqavimət göstərən bir mexanizmə çevirir. Çünki gəlin etiraf edək, o avtopilotu söndürmək heç də asan məsələ deyil. Və əlbəttə ki, bu avtomatlaşdırma prosesinin ən böyük qəhrəmanlarından birini dopamini unuda bilmərik. Dopamin beynin həzz və mükafat neyrotransmitteridir. Amma onun işi sadəcə bizə həzz verməklə bitmir. Dopamin əslində çox güclü bir neyroloji yapışqandır. O, işarə, rejim və mükafatı bir-birinə elə bərk-bərk yapışdırır ki, zamanla beynimiz ortada hələ heç bir real mükafat yoxkən belə, sadəcə o işarəni görəndə dopamin ifraz etməyə başlayır. Məhz buna görə də siqaret qutusunu ya da o şirniyyat mağazasının vitrinini gördüyünüz an içinizdə yaranan o şiddətli istək, o craving bizə bu qədər güclü və qarşı salınmaz gəlir. Beyin artıq əvvəlcədən mükafatı gözləyir. Keçək üçüncü hissəyə. Vərdişləri dəyişmək üçün praktik çərçivə. İndi isə o mürəkkəb neyrobiyologiyadan biraz uzaqlaşıb, Charles Duhiggin populyarlaşdırdığı və sinir yollarımızı sözün əsli mənasında həkk etmək üçün istifadə edəcəyimiz o praktik taktikaya baxaq. Burada gördüyünüz bu 4 addım əslində telefonunuza skrinşot edib saxlamağınız gərəkən dəyişim üçün qızıl bir rəhbərdir. Birinci addım, rejimi müəyyən et. İkinci, mükafatlarla sınaq keçir. Üçüncü, işarəni təcrid et. Və dördüncü, plan qur.
Bu yanaşma özündə vərdişlərin qızıl qaydasını cəmləşdirir. Nədir bu qayda? Siz köhnə bir vərdişi beyninizdən sadəcə silib yox edə bilməzsiniz. Bu mümkün deyil. Amma köhnə işarəni və köhnə mükafatı olduğu kimi saxlayıb, ortadakı rejimi, yəni o zərərli hərəkəti dəyişdirə bilərsiniz. Elm bizə məhz bu mükəmməl çıxış yolunu göstərir. Gəlin bunu daha yaxşı anlamaq üçün Duhiggin öz həyatından verdiyi, məncə bir çoxumuza çox tanış gələn bir nümunəyə baxaq. Günorta saat 3:30-da yaranan o qarşısı alınmaz peçenya istəyi. O, hər gün fərqində belə olmadan eyni rejimi təkrarlayırdı. Masadan qalxır, kafeteriyaya gedir, peçenya alır və dostları ilə ayaqüstü söhbət edirdi. Yaxşı, bəs onun beynini buna məcbur edən əsl mükafat nə idi? Peçenyanın verdiyi o şəkər bombası, işdən yaymaq üçün qısa fasilə, yoxsa sadəcə iş yoldaşları ilə sosiallaşmaq? Baxın, problemi həll etməyin tək yolu bazal qanqlionların əslində nəyin həsrətində olduğunu tapmaqdır. Bunu tapmaq üçün isə çox mükəmməl və olduqca sadə bir hiylə var. 15 dəqiqəlik timer testi. Belə ki, hər gün o işarəni hiss edəndə fərqli bir mükafat yoxlayın. Deyək ki, bir gün kafeteriyaya gedin, amma peçenya əvəzinə bir alma yeyin. Növbəti gün heç nə yeməyin. Gedin sadəcə qısa bir gəzintiyə çıxın. Başqa bir gün isə sadəcə iş yoldaşınızın masasına yaxınlaşıb 10 dəqiqə söhbət edin. Sonra öz masanıza qayıdan kimi dərhal 15 dəqiqəlik bir timer qurun. Əgər 15 dəqiqə sonra hələ də daxilinizdə o peçenyanı yemək istəyi baş qaldırırsa, deməli əsl mükafatı hələ də tapmamısınız. Yox əgər, məsələn, iş yoldaşınızla söhbətdən sonra artıq heç bir istək qalmayıbsa, bu o deməkdir ki, beyninizin axtardığı o şəkər deyilmiş, sadəcə işdən yayınmaq və ünsiyyət imiş. Vəssalam, indi eyni ehtiyacı şəkərsiz, zərərsiz bir yolla da ödəyə bilərsiniz. Mükafatı tapandan sonra işarəni, yəni o tətikləyicini tapmalıyıq. Bilirəm, gündəlik həyatın o xaosu, səs-küyü, iş gücü içində bizim vərdişimizi tam olaraq nəyin başlatdığını tapmaq çətindir. Tədqiqatçılar da bunu bilib, işimizi asanlaşdırmaq üçün bütün işarələri 5 dəqiqə kateqoriyaya ayırırlar. Birincisi yer, o an tam olaraq haradasınız. İkincisi zaman, saat neçədir. Üçüncüsü emosional vəziyyət, necə hiss edirsiniz, streslisiniz, yoxsa sadəcə sıxılmısınız. Dördüncüsü digər insanlar, ətrafınızda kimlər var. Və beşincisi, bilavasitə əvvəlki hərəkət, yəni bu istək yaranmazdan dərhal əvvəl nə edirdiniz? Bu 5 suala cavab verərək vərdişlərinizin əslində harada və necə başladığını tam dəqiqliklə tapa bilərsiniz. Və gəldik dördüncü, sonuncu hissəyə, həlledici vərdişlər və iradə gücü. Bu hissə əslində sadəcə bir vərdişi dəyişməkdən qat-qat böyük bir mövzudur. Burada məsələ bütün öyrəndiklərimizi necə miqyaslandıracağımızdadır. Həlledici vərdişlər, yəni orijinal adıyla Keystone Habits, ilk baxışdan fərqli görünən, amma əslində bir-birinə bağlı olan və möhtəşəm zəncirvari reaksiya yaradan o təməl vərdişlərdir. Məsələn, maraqlı bir fakt deyim, tədqiqatlar göstərir ki, hər səhər sadəcə idman etməyə başlayan biri zamanla öz-özünə qidalanmasını da düzəldir, işdə daha məhsullar olur, hətta maliyyə xərclərinə belə nəzarət etməyə başlayır. Niyə belə olur? Çünki həlledici vərdişlər bizə davamlı olaraq kiçik qələbələr qazandırır və beynimiz bu qələbələri gördükcə sistemin işlədiyinə və daha böyük nailiyyətlərin mümkün olduğuna inanır. Və bu uğur zəncirinin düz başında dayanan, bizim şəxsi uğurumuz üçün ən mühüm həlledici vərdiş elə iradə gücünün özüdür. Biz çox vaxt elə bilirik ki, iradə anadan gəlmə, dəyişməz, statik bir xüsusiyyətdir. Yəqin çox eşitmisiniz, mənim iradəm zəifdir deyənləri. Amma elm tamam başqa şey deyir. İradə gücü eyni ilə qol əzələsi kimidir, məşq etdirilə bilən, öyrənilə bilən və getdikcə güclənən bir həlledici vərdişdir. Ən qəşəngi də odur ki, bir sahədə qazandığınız iradə digər sahələrə də sirayət edir. İdman zalında qazandığınız o dözümlülük bir də görürsünüz ki, işdə stresə qarşı immunitetinizə çevrilib. Bəs yaxşı, sual yaranır. Biz iradə gücünü tam olaraq necə vərdişə çevirib avtomatlaşdıra bilərik? Burada Starbucks modeli bizə kömək edir və bunu inanılmaz sadəliklə izah edir. Starbucks öz işçilərinə çətin müştərilərlə işləmək və iradələrini qorumaq üçün möhtəşəm bir sistem öyrədir. Onlar işçilərə ən gərgin anları, o qırılma nöqtələrini əvvəlcədən təxmin etməyi və bu stresli anlarda tam olaraq necə reaksiya verəcəklərini əvvəlcədən planlaşdırmağı tapşırırlar. Psixologiyada buna həyata keçirmə niyyətləri deyilir. Yəni, əgər qəzəbli bir müştəri üstümə qışqırarsa, mən dərindən nəfəs alıb sadəcə sizi başa düşürəm deyəcəyəm. Bu qədər sadə. Bu, əvvəlcədən yazılmış bir ssenaridir. Və nəticədə stres anında, yəni iradənizin ən zəif olduğu o panika anında sizin qərar verməyə ehtiyacınız qalmır. Avtopilot sadəcə işə düşür və əvvəlcədən seçdiyiniz ən doğru hərəkəti edir. Gəlin bu məqamda Charles Duhiggdən çox dəyərli, eyni zamanda insana ümid verən bir sitatı xatırlayaq.
Dəyişiklik bəlkə də sürətli olmayacaq və hər zaman asan da deyil. Ancaq zaman və səylə demək olar ki, hər bir vərdiş yenidən formalaşdırıla bilər. Açığı, vərdiş elminin, xüsusən də beynin neyroplastikliyinin bizə verdiyi ən böyük ümid də məhz budur. Biz heç vaxt, heç bir halda öz bazal qanglionlarımızın köləsi olmaq məcburiyyətində deyilik. Beynimiz hər an yeni bir sinir yolu yaratmağa, yenilənməyə və hətta o ən qatı, ən dərin vərdişləri belə dəyişməyə qadirdir. Təki biz o düzgün yanaşmanı bilək və tətbiq edək. Və budur, öyrəndiklərimizi yekunlaşdırarkən mən sizə biraz düşündürəcək bu sualı birbaşa sizə vermək istəyirəm. Hansı həlledici vərdişi sabahdan etibarən avtomatlaşdıracaqsınız? Bugün öyrəndiyiniz o döngünü parçalama texnikalarından və beyninizin bu bioloji işləmə mexanizmindən istifadə edərək öz həyatınızda edəcəyiniz tək bir kiçik dəyişikliklə çox böyük zəncirvari müsbət reaksiyalar yarada bilərsiniz. Daha həyatınızın eləcə avtopilotda gedib gəlməsinə icazə verməyin. Öz vərdişlərinizin o şuurlu pilotu elə özünüz olun. İzlədiyiniz üçün çox sağ olun, hələlik.